Uşaq və yeniyetmə vaxtı həkim olmaq istədiyiniz anı necə xatırlayırsınız? Bugünkü siz, o uşaq mən həkim olacağam deyəndə nə hiss eləyirdi və ona nə cavab verərdiniz? İndi hiss etdikləriniz qürur hissidirmi, yoxsa peşmançılıq? Əlbəttə ki, mən o vaxtı 8-ci sinifdə oxuyanda kəskin olaraq həkim olmaq istəmişdim. Çünki orada bir rayon yerində deyim ki, bir traktoristin barmağı qopmuşdu. O barmağını götürüb traktoristlə birlikdə xəstəxanaya aparmışdıq. Və orada təbii ki, onu bərpa eləyə bilmədilər. Çox əzilmişdi. Ondan sonra mənim içimdə o uşaqlıq dövründən həkimlik hissi oyandı. Və mənim atam da həkimdir. O terapevt həkimdir. Amma mən cərrah olmağı seçdim. Əlbəttə ki, bundan sonra barmaq replantasiyaları və mənim həyatımda 2 dənə də qol replantasiyası əməliyyatı həyata keçirmiş oldum.